Maddə miqdarı Avogadro qanunu hədəfdən izah edirik. Deyir 0,5 CH4-də neçə molekul vardı? Molekulun sayı 6,2-dir. 0,5-i vurur 6,2 vurur 10 üstü 23-ə birinci sualı tapırsınız. Keçin ikinci suala. İkinci sualda da 3,1 vurur 10 üstü 23 sayda dəm qazı neçə moldur? Həm ki öz həqiqi atomların sayı 3,1-i bölünsün 6,2-yə tapısı neçə eləyir? Sonra keçir 6,2 vurun üstə 22. Bunu çevirib, həmişə molla çevirin. Böyük 6,2 vurun üstə 23-ə. Eləyir nə qədər 0,1 mol. Onu da vursunuz 44-ə. 4,48 litre bölük nəyə? 22,4-ə. Eləyir neçə mol? 2 mol. 2-ni vurasınız 17-yə. 0,25-də atomların sayı. Neçə atom var? 4 dənə. 4-ü 0,25-ə vurursunuz. Bizə 6,2 ilə soyuşduğuna görə alınan cavabı 6,2-yə vururuq. 5,6 litr mola çevirisi. 5,6-nı bölürəm 22,1-ə. 0,25-dir. Deyir, nə qədər hidrogen atomu var? Bax, hidrogen nə qədərdir? 4 dənədir. Vurursunuz 4-ə. Deyir ki, həcmi 11,2-dir. Bölürsünüz nəyə? 22,4-ə mola çevirisi. Eləyir 0,5 mol. Nə qədər atom var? 6 dənə. 0,5-i vurursunuz 6-ya. Eləyir 3 cavabı 6,2 ilə soyuşduğuna görə 6,2-yə vurursunuz. Keçir 8 sual. 6,2 vurun 20 sayda atom. Yəni neçə mol atom? Bölürsünüz 6,23-ə. 1 atomsa X4 birləşməsi neçə moldur? Bir də bölürsünüz nəyə? 4-dür ki, 0,25-i 4-ə vurub, yox, 5 dənə atom var. 1-i bölük 5-ə. 22,4 litr neçə oksigen? 224-ü bölürsünüz 22,4-ə. Eləyəcək nə qədər? Aldığın cavabı 2-yə vursa oksigen atomu, 6,2-dən soyuşduğunu 6,2-yə də vururuq sonda. 112 litr vururuq nəyə? Bölük nəyə? 22,4-ə. Bölündə 5 eləməli, səhv eləmirəmsə. 5. Kütləsi nə qədərdir? 17-ni vurursunuz 5-ə. Molekulanın sayı nə qədər? 5-i vurursunuz Na-ya. 11-ə baxırıq. 1 mol qarışığın kütləsi 1 mol, ümumi 1 moldur. Onda buna X yazıram. Buna 1 çıxsın X yazıram. Onda X vursun C2H6. İsbat atom kütləsini tapırsınız neçə eləyir? Üzərinə gəlsin 1 çıxsın X vursun C3H4. Bunu tapsın isbat atom kütləsinə gəlir. Bərabərdir 36-ya. 36-ya bərabər. Burada X-i tapırsınız neçə? Gətirib qoyursunuz yerinə. Həmin ədədi bir dəfə 6-ya vursunuz. Burada neçə alıramsa. Burada da neçə alıramsa. Bax burada da. Onu da vursunuz burada 4. Çünki hidrogen atomla sayı soruşaq. Toplayırsınız. 12. Nədir bizə? Həcmi 3, 2. Mol miqdarı M1 bərabərdir 3 bölünsün 22,4. M2 bərabərdir 2 bölünsün 22,4. Yəni 2 bölünsün 22,4. Burada müqayisə eləyəcək. Neçə eləyəcək? Yaxud da ki, 100, 2, 2 ilə müqayisə eləyəcək. Atomların ümumi sayı 6,2. 6,2-ni bölürsünüz 6,2 vurursunuz 1 mol. Atomları ümumi 1 atom vardır. 1 atom olması üçün 1-i bölük 4-ə demək bu neçə mol? 0,25-də 4-ə vurulur 1 mol atom. Birləşməsinin kütləsi A qramdır. A qramdırsa, X-in isbat atom kütləsindən tapın. Demək 0,25 X üzərinə gəlsin nəyə? 48 bərabər nəyə? Deyir A-dır. Buradan da X-i tapırsınız. Özünüz neçə eləyir. Hər biri 28 qram götürmüşdür. CO və C4. Aha, 28. CO-nun həcmi nisbət atom kütləsi özü 28-dir. C4 H8 4-dən 48, 48, 56 da budur. 28 budur, 28 də budur. Bölürsünüz bunların hərəsinə. Öz kütləsinə müqayisə edirsiniz ki, neçə edəcək. 15 kütləsi 60 qramdır. 60-ı bölürsünüz 16-ya. 60-ı bölürsünüz 16-ya. Görə neçə mol edir? Aldığımız cavabı da litrdən soruşduğuna görə 22,4 yazırıq. Və yaxud da ki 60 qramı həcmi X-dir.
16'da da 22,4'dür. 16'ya baxaq. Kütləsi M olanda atomların sayı nə qədər? 0,6 Na verir. Atomların sayı 0,6 Na'dır. Burada nə qədər atom var? 3 Na'da da 3 Na'da da X'dir. Burada da demək X eləyəcək 5M. Demək elementin nisbi atom kütləsi 5M'dir. Bu bizə Na verir. Bunu Na yazmasa atomun bir dəqiqə 3'ü böləndə 0,35 M eləyir. Və bunun nisbi atom kütləsi 5M'dir. 5M'dir daha doğrusu. Bizə nəyi soruşur bir dəqiqə? 2 molekülün kütləsi. Ne bərabərdir? M bölünsün M'dir. Düzdür? M bölünsün M bərabərdir. N bölünsün Na. Düzdürmü? Nisbi atom kütləsi isə tam yəni 5M. Buradakı M 5M yazıram. Burada bunu soruşacaq da biz M1 yazaq buranı. Bu N'i də neçə verir? Buna baxın 2 deyirib də 2. Burada 2 yazıram. Buradan M'i tapırsaq 5Na bölünsün 2 olmalıdır. Yox, daha doğrusu səhv dedim. 10M bölünsün Na. Səhv dedim. Səhv hesabladım daha doğrusu. 17. 0,25 vurursan da kütləsini vurursan 44'e vurursan kütləsini tapırsan. 0,25 vurursan 22,4'e həcmini tapırsan. Nə qədər? 0,25 nəsə oksigen atomunda vurursan 2 oksigen atomunu sayını tapırsan. Gördünüzmü? Yox, daha doğrusu həm də o 2'ye vurursan gör 0,5 eləyirmi? Vurub tapırsınız. 18. X o bir kimi bilmir. 30 bölünsün. Na qramdırsa hansı ifadə doğrudur? Bir molekulun kütləsi. Bir ədəd X atom kütləsi 14'dür. Deməli uşaqlar, burada belə gedir də. M bölünsün M, N bölünsün Na. Bir molekulun kütləsi. Deməli mən M'in yerinə 30 bölünsün Na qoyacağım. 30 bölünsün Na. Na bir dediğimde bunun yerine 1 koyuram. N'lar getir. N bərabərdə 30 edir. M'i tapdım 30. Demək 30. X o 30'dur da. Nisbi atom kütləsi 30'dur. Bir ədəd X atom kütləsi 14'dür və 30'da 16 çıxam 14 eləyir. X 10'u tapdıq 30'da bu da düzdür. 1 molekul X 10'un kütləsi də bir ədəd yox, 1 molekul X 10'un kütləsi 30 qramdır. Elə eyni yanlayışdır. Üçü də düz gəlir. 19'a bax. Karbonun kütləsi 48, heliumun kütləsi 8. Bax, heliumun kütləsi 8 və helium nisbi atom kütləsi 4'dür. Deməli, bunun qabağına 2 düşür ki, 2'dən 8. Atomların ümumi sayı 12'dir. Baxaq ki, burada 2 dənə atom var. Deməli, baxaq, atomları düz yazaq. Burada X yazaq. Burada Y yazaq da bilmirik. Karbon kütləsi 48'dir. 2'si vuram 12, 12 40. Üzerine gelsin 12Y. Bu bərabərdir 48. Atom ümumi sayıdır. Atomu da 8'den 8 kız. Üzerine gelsin 4Y beraber neçə? 12 verir. Buradan X-ni Y tapırsınız. X-ni Y tapdıqdan sonra neçə eləyir də bilmirəm, tapırsınız. Məsələn, burada neçə tapıramsa, bunu vururam 6'ya. Burada Y neçə tapıramsa, burada vururam 2'yə. Çünki hidrogen kütləsini istəyir məndən. 20'yə baxaq. Qapalı qabda 0,2 mol oksigen qazı var.
Bu qaba neçə mol OH əlavə etməli? Qabda olan oksigen atomlarının sayı 4 dəfə artsın. Oksigen 0,2-dir. Yəni nə qədər 0,4-dür. Deyir ki, oksigen atomları 4 dəfə artsın, üzərinə OH gəlirsə, oksigen atomlarının sayı 4 dəfə artsın. 1,6. Yəni 0,4-ün üzərinə nə qədər x ya da 3x gələk, bərabərsən 1,6-ya. Buradan tapırsınız ki, neçə edəcəkdir. Neçə sualdır bu uşaqlar? 27-dir. 27-dir. Mən 28 izah elədim. Karbon yüküdən ibarət 2,5 mol qarışıqda. Karbonun mol miqdarının 6 dəfə artırdı. Onun kütlə payı 1 tamam. Bax, karbon kükürt. İkisi 2,5'dir də. Biz yazaq. X yazaq, belə Y yazaq. Belə. X gələ Y 2,5'dir də, bunu bilirik. Yəni X gələ Y 2,5'dir. Və yaxud da bura X yazaq. Bura 2,5 çıx X yazaq. Düzdürmü? X'in cəmi 2,5 edir. Onda kütlə payı birinizdə nə qədər olacaq? Karbon kütlə payı deyildi. Onda karbon kütlə payı tapmaq üçün omega bərabərdir. 2,5 çıx X vur 12. Bölünsün də bunların kütlələrin cəmi də 2,5 çıx X vur 12 üzərinə gəlsin 32x. Düzdürmü? Bunu yazdı. Burada həll edilsə təxminən neçə eləyir? Bunu yazırsınız. Sonra deyir ki, mən belə yazaq, rahat olsun rəqəmlər nə baxımdan deyirəm, hesablamamız uzun olmasın. X-i buraya yazaq, bura 2,5 çıx X-i buraya yazaq. Eyni şey eləyir, sadəcə biraz yolumuzu qısaldıq. 12x bölünsün 12x üstə gəlsin 2,5 çıx x vur 32. Bu omega 1'dir. Sonra deyir karbon kütləsini 6 dəfə artıq oldu 6x. 6x ilə deyir bunu. Onda onun kütlə payı 1,5 dəfə artar. Deməli 1,5 dəfə artar. Onda 1,5 omega 1 bərabərdir 6x vur 12 bölünsün bayaq kimi 6x vur 12 üzərinə gəlsin 2,5 çıx x vur 32. Sonra tərəf-tərəfə bölüb tapırsınız ki, neçə edəcəkdir. Mən yolu dedim ki, özünüz həll edin. Çünki mən bunu həll etsəm sizə nətər deyim. Hazır düşmüş olacağım. Özünüz oturun, düşünün də mən sizə yol verdim. 6,4'ü bölüm 64'ü bu 0,1'dir. 0,1 SO2'dir. 0,5 mi oldu? Yox. 0,1 tapır. 0,2 oksigen və 0,1'i vursam bu 2'yə. 0,1 düzdür bu. 4,48 tutur. Vuranda 22,4 eləyir. 23'ə baxırıq. Ümumi atomlasına 0,3 Na-dır. 0,3 olanda kütləsi 1,4'dür. Düzdürmü? Atom sayı nə qədərdir? 6 olanda kütləsi nə qədər? 2x də gəl 4'dür. Buradan x-i tapırsınız. Neçə eləyəcək? 24. Mol sayı eyni olan fosfor silisium qarşın kütləsi 11,8'dir. Mol sayı isə demək 28x 31x'in cəmi bərabərdir 11,8'ə. Neçə tapıram x-ə? Vururam 28'ə. Atom sayıları eynidir. Baxaq, burada 2 atom var. Burada 5 atom var. Bunu 5'ə vuraq, bunu 2'yə vuraq. Yuxarıda 10'da, aşağıda da 10'dur. X-in elədik, yəni 2'nin 5'ə nisbəti. 26'ya baxaq. Atomların sayı. Yuxarıdakı aşağıdakından 2 dəfə çoxdur da, baxın.
Aşağıda 6 dənədir. Yuxarıda 6-dan 2 dəfə çoxlanan 12-dir. Düzdürmü? 12-dir. Burada 2 var. 12-ni bu 2 bölündə bu da 6 edir. Baxın aşağıda 6 dənədir. Yuxarıda 6 bu 2 12 dənədir. Aha, bizə baxaq. Bunu tapdıq. Əmsalın mollarını eyni bildik. Bizə nə soruşur? Deyir ki, bunun atomların sayı 6 olanda 5,6 litr olur. Aha, bu da 12 olanda həcmi nə qədər olur? X tapırsınız ki, neçə eləyəcək? 27-yə də baxaq. Bunu uyğunlaşdır. 1,5 mol hidrogen atomu var. 0,5'i vursan 3'ə, 0,5'i vursan bəli tapırsan. 3 enar sayda atomu 0,5'e vursan, yəni atomların sayılırsa, toplayırsan, yəni 0,2 enar sayda molekul var. Yuxarı verildi 0,5, onu da enaya vurdu 0,5 edir. 2 enar sayda oksigen atomu var. 0,5 vursunuz 4'ə, tapırız ki, neçə edəcək?